Salam əziz izləyicilər. Demək, OTK-nın 20 aprel 2025-ci ildə blok fənləri üzrə təşkil etdiyi sınav imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Demək, PDF əldə eləmək istəyənlər rəy bölməsində Telegram kanalına daxil olaraq əldə edə bilərsiniz. Linki rəy bölməsinə yerləşdirəcəm. Demək, sinif 10, qrup 1. Baxıram birinci suala. Bir de bizden ne istəyir? Birinci dəqiqə. Trapesiyanın orta xətti 30, diagonalı orta xətti 8/5 nisbətində bölür. Bu trapesiyanın böyük oturacağını tapın. Baxın, bu olsun bizdə trapesiya. Mesela ABC'de bir trapesiyamız. Orta xətt 30'dur. Baxın, bütün orta xətt 30'dur. Diagonal orta xətti 8/5 nisbetinden bölür. Tabii ki böyüyü 8x, kiçiyi 5x. Bakın, bütün suallar çok işləmisiniz. Bu trapesiyanın orta xəttində olan bu hissə eyni zamanda bakın bu üçbucağın orta xətti sayılmır. Ona göre bura 5x olduğuna göre bura olur nə? 10x. Bu belə. İndi fikir ver. Eyni qaydaya əsasən bu üçbucağın da orta xətti 8x olur. Onda bura ne olur? 16x. Ve biz bu şekilde trapesiyanın kiçik ve böyük oturacaklarını tapmış olduk. Oturacakların cəminin yarısı bize orta xətti verdiğine göre bu şekilde yazabilirim. Buradan da 26x beraber ne olur? 60. Üzülürsən, PDF'de yaxşı görənmədim. 39'dur orta xətt. Ben de deyirəm 60'ı necə bölüm. 2'ye vuranda 78 olur. Buradan x beraber olur 3'e. Bize bu trapesiyanın böyük oturacağını istəyir. Böyük oturacaq 16x'tir. 3'e vurdum 48. Cevap olur 48. Demək C variantı. Bir de C. Növbəti baxıram 2'ye. Demək bizə bir çevrə verilib. Və daxili bucaq. Buranı verib 30. Daxili bucaq söykənin qövsünün yarısı oldu 60 derece. Bizdən deyək BMC qövsünün uzunluğunu istəyir. Və radiusda 24 olduğunu deyir. Qövsün uzunluğu pi r alfa bölü 80'dir. Unutma ki buradaki alfa sənə soruşulan qövsün dərəcəsidir. Pi vurulsun radius 24'dür alfa. Bizə soruşulan qövs baxın bu qövsdür və dərəcəsi 60'dır. Böldüm 180'e. Bundan bu gedir 3 kalır. 24'ü 3'e böl 8 pi. Cevap olur 8 pi A variantı. Növbəti baxıram 3-cü suala. 3 ardıcıl natural ədədin hasili onların cəmindən 8 dəfə böyükdür. Bu ədədlərin ədəd ortasını tapın. Demək 3 ardıcıl natural ədəddir. Natural ədədin biri n'dirsə, bundan sonra gələn n plus 1'dir. Bundan sonra gələn n plus 2'dir. Baxın, bunların hasili onların cəmindən 8 dəfə böyükdür. Ya bunları toplayaq. Demək 3n üstə gəl 3. Baxın, hasil bunların cəmindən 8 dəfə böyükdür. Mən cəmini 8'e vursam hasilinə bərabər olur. Buradan n vur, n plus 1, n plus 2 beraber. Buradan ortak 3'ü çıkartsak olur n plus 1 vurulsun 8. N plus 1'ler ixtisar gedər. Vurup açsam n kvadrat üstə gəl 2n. 3'ü de vur 8'e 24 sola keçidim mənfi 24. Toplayanda mənfi 2 vuranda mənfi 24. Bu da mənfi 6 ilə müsbət 4 olur. Söhbət naturalətdən getdiyinə görə təbii ki n'i mən 4 qəbul edirəm. Bu ədədlərin ədəd ortasını istəyir. Demək bizim ədədlərimiz biri 4 olur, biri 5 olur, biri də 6 olur. Bizə bunların ədəd ortasını istəyir. Toplayıram, bölürəm sayına. Bu da 15 bölü 3 cevap olur 5. Ədəd orta 5 D variantı. Demək növbəti baxıram 4-cü suala. PDF görünmür orada. Bir dəqiqə. Deyəsən sual belə olmalıdır. Demək kosinus kubu alfa. Çıx kosinus alfa. Bölünsün 2 sinus alfa
çıxılsın sinus 2 alfa. Bax uşaqlar. Yuxarıdan kosinusu ortaq vurub çıxararam. Burada qalar kosinus kvadrat. Alfa çıx 1. Məxrəcdə 2 sinus alfa çıxılsın. Sinus 2 alfa 2 qat arqumentə görə 2 sinus alfa kosinus alfa yaza bilərikmi? Sürətdə demək kosinus alfa. Bunu kvadratlar fərqinə görə yazsam kosinus alfa çıx 1 kosinus alfa plus 1. Məxrəcdə 2 sinus alfanı çıxartsam. Hətta mənfi 2 sinus alfanı çıxarım. Demək qalacaq kosinus alfa çıx 1. Baxın mənfi 2-nin qarşı atdığıma görə yerlər dəyişdi. Bax kosinus alfa çıx 1-lər ixtisar gedər. Demək olar ixtisar getsə. Orada nə qalır? Bir dəqiqə baxım. Deyəsən uşaqlar bu heç kub deyil. Çünki kub olsa doğru vermir də bizə. Bu kvadratdır. PDF yaxşı düşməyib deyə. Bu kvadratdır. Bura 3 deyil 2'dir. Onda 2'dirsə belə olur. Biri çıxır. Bu digəri qaldı burada. Bu belə bir şey. Bu da bundan gedər. Artıq kosinus böl sinus bizə nə verir? Kotangens verir. Kotangens alfanı verir. Bu belə. Qarşıda mənfi 2'də 1. Belə olur məncə. Bu da mənfi 2'də 1 kotangens alfa D variantı. PDF görünmür, zoomla görüb yazıram. Demək 5'ə baxın. A çıx bettanı verib bizə ifadənin qiymətini istəyir. Baxın bizə bunu istəyir. Demək B kvadrat çıxılsın AB üstəgəl 4A bərabərdir. Baxın bunun yerinə biz nə yaza bilərik? Baxın neyinə? Burada hər ikisindən mənfi B'ni qarşıya atıram. Mənfi B'ni qarşıya atsam olacaq nə? A minus B. Mənfini qarşıya attım. Oldu A minus B. Üstəgəl 4A. İndi fikir versən sənə A minus B'yi nə verib? 4 verib. Gəlir burada yerinə 4 yazıram. Olur mənfi 4B üstəgəl 4A. Buradan da müsbət 4'ü qarşıya atıram. Qalır A minus B. A minus B 4'dür. 4'ə 4'ə vurdum 16. Cavab olur E variantı. Növbəti baxıram 6-cı sual. Ədəd nisbətdə 3 hissəyə bölünüb, kiçik hissə verilmiş ədəd neçə faizidir? Bu belə düşündə 15x x yox 15'də 4x. Bax 15'də 4x üstəgəl 5'də 2x üstəgəl 9'da 4'dür inşallah. 9'da 4x. Bax bunların cəmi bir ədədi verir, bir A ədədini versin. Bu belə. İndi kiçik hissə verilmiş ədəd neçə faizdir? Yəni verilmiş ədədi bir dənə hesablayaq. 15, 5, 9'a əkə 45, 3'ə vurdum, 9'a vurdum, 5'ə vurdum. Demək olur 12x, 18x, 20x, məxrəc 45 bərabərdir bir A'ya. Bunda toplayanda nə olur? Demək 30, 50x bölü 45 bərabər bir A'ya. Buna 5'ə ekstra yaparsam 10x bölü 9 bərabərdir A'ya. Bax sənin bütöv ədədin bax budur. 10x bölü 9'dur. Deyək kiçik hissə. Kiçik hissə hansıdır burada? Bax məxrəcləri bərabər olanda sürəti kiçik olan kiçikdir də. Bu elə bir ki 12, 45'də 12'dir. Bu 45'də 18, 45'də 20. Hansı daha kiçikdir? 45'də 12 kiçikdir. Ona görə kiçik hissə verilmiş ədəd neçə faizliyinə görə mən kiçik hissəni 45'də bax 12x'i bölürəm verilən ədədə və ya da vururam tərsinə. Vurulsun 100'ə. Aydındır. Elə bir kiçik hissə birinci ədə gələn kiçikdir, sonra verilmiş ədəddir də böyükdür. Ona görə kiçik hissəni böldüm verilən ədədə, vurdum 100'ə. Buradan da demək ixtisar gedir. Burada qalır 5. Düzdürmü? İxtisar gedəcək bu heç. 5'i ona vuranda 50, 100'dən gedir 2. 2'nin 12'ye 24 faiz olur. Cevap C variantı.
Demək növbəti baxıram 7-yə. Demək 7-də bizdən nə istəyir? Şəkli çəkim. Demək A, B, C, D. Bu belə. Demək bura 30, bura 16. Burada 34. Şəkildə verilmiş ABC'də düzbucaqsının AE 30, YD 16, AD 34 olsa ABC'də düzbucaqsının sahəsini tapın. İndi qulaq as. Burada 90'dır da. Demək fikir verin. Burada gördüğümüz ədəddə Pifagor ədəd ödədiyinə görə 30'un kvadratı 900, 16'ın kvadratı 256. Toplayanda 1156. Bu da 34'ün kvadratını verir. Demək ki, bura neymiş? Düzbucaqmış. Düzdür mü? Şimdi bak, ben burada bir alfa yazsam. Burada alfa olur. Burada bir beta yazsam. Buradan alfa üstə gəlib betanın 90 olduğunu görürəm. Onda bakın burada betadır. Bura betadır. Burada alfadır. Belə. Demək baxın nə edirəm. Bura bir x yazıram. Bütöv 34 olmalıdır axı. Bura olur 34 minus x. Düzdürmü? Və buradan oxşarlığa gedirəm. Məsələ üçün bax. Bu üçbucaqla, bu sarı rəngdə üçbucaqla, bu üçbucağın oxşarlığına gedirəm. Və bunun. Bu sarı ilə göyün oxşarlığından danışıram. Demək, baxın. Göy rəngli üçbucaqda 90'ın qarşısı nəyə bərabərdir? 34'ə. Sarı rəngli üçbucaqda 90'ın qarşısı 16'ya bərabərdir. Göy rəngli üçbucaqda baxın, betanın qarşısı, daha doğrusu sarıda betanın qarşısı boşdur da. Ona görə alfaya görə edirəm. Alfanın qarşısı baxın 16'nın, düzdürmü? Alfanın qarşısı nəyə? X-ə nisbədir. Və buradan da nə olur? X'i tapsam gedər mi? Gedər. Heç ehtiyac yoxdur uşaqlar oxşarlığa. Baxın, getmək olar ya, sadəcə ehtiyac yoxdur. Bax, diqqətlə qulaq as. Gör nə deyirəm. Bax, fikir ver. Oxşarlıq falan uzun gedəcək. Bax, belə edirəm. Diqqətlə qulaq as. Mən bu düzbucaqlı üçbucağın hündürlüyünü tapsam, bu düzbucaqlının bu enini tapmış oluram mı? Bax, buradan bir hündürlük çəksəm. Bax, bu hündürlük eyni zamanda buna bərabər deyil. Ona görə H bərabərdir. AB böl CD düzdür. 30 vur 16 böl 34. Demək, burada nə baş verir? Burada belə olur. 2'ye geçsin 17 qalsın. 2'ye geçsin 8 qalsın. 240 böl 17 olur. Bakın hündürlüğü oldu 240 bölü 7. Baba 240 böl 17. Şimdi bu ümumi düzbucaqlının sahəsini tapmaq istəsəm, uzunluğunu eynə vuranda sahəni verir. 34'ü vururam 17'də 240'a. Bunlar ixtisar edir 2 qalır. Bana 480. En gözəli bu. Cavab C variantı. Növbəti baxıram 8'ə. Demək 8'də bizə mənfi 4 kiçikdir 2x kiçikdir 11 verib. 3 kiçikdir y kiçikdir 7 verib. Baxın bizdən nə istəyir? Bizdən 2y üstəgəl x'in mümkün tam qiymətlərin sayını istəyir. Baxıram ki, burada 2x'dir, burada x'dir. Əmsalları eyniləşdirirəm. Hər tərəfi bölürəm 2'yə. 2'yə böləndə mənfi 2x kiçikdir 5,5. Burada 2y, burada y'dir. Ne edirəm? Hər tərəfi 2'yə vururam. 6 kiçikdir 2y kiçikdir 14. Baxın, bizə bunların nəyi lazım? Bunların cəmi lazım. Bunların cəmi lazım. Ne edirəm? 6'da toplayıram. 2y üstəgəl x. Bunları toplayanda olur 4. Bunu toplayanda olur 19 tam 10'da 5. Çarpası toplasam demək 12 arada yerləşir. Bu da yerləşir. Yəni problem yoxdur. Bu şəkildə. İndi qulaq asın. Bizdən nə istəyir? İfadənin mümkün tam qiymətlərinin sayı. Bax 4 burada daxil deyil. 19'dan 10'da 5'dən əvvəl ən böyük 19 var. Bu daxildir.
Biri daxil olub, biri daxil olmayanda dedim böyündən kiçiyini çıx. Cavab oldu 15. C variantı. Növbəti baxıram 9-a. Deyir şəkildə qrafik vermiş parabolun təpə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, orada nələr verib? X-i kəsən nöqtələr verib və Y-i kəsən nöqtə verib. Mən bu fx funksiyasını parabol olduğuna görə bu şəkildə yaza bilərəm. Bu şəkildə də düşünə bilərəm. Və bu şəkildə də düşünə bilərəm. İndi bizə X-i baxın, təpə nöqtə verilib mi, verilməyib. Ona görə mənə bundan getməmin bir faydası yoxdur. Amma bizə X-i kəsən nöqtələr verilibsə, demək bu funksiyanın kökləridir. Ona görə fx bərabər a vurulsun, x çıx, x1. Demək, x1 səndə nədir? Mənfi 2-dir. Gətir, burada x1-ə mənfi 2 yazsam, olacaq x plus 2. O birisinə 4 yazsam, olacaq x minus 4. Belə. İndi, y arada kəsir mənfi 8-ə. İndi mən a-nı tapmam üçün y-ə mənfi 8 yazıram. Olur mənfi 8 bərabər a vurulsun. Y kəsirsə x-i 0-dır. 0 üstə gəl 2 olur 2. 0-dan 4 çıx mənfi 4. Buradan mən a-nı nə alıram? Mənfi 8 bölü mənfi 8 1. Demək bizim funksiyamız bu şəkildədir. Bax. A-ya 1 yazsam x plus 2 x minus 4. Bizdən təpə nöqtənin koordinatlarını istəyir. Bunu vurub açıram x kvadrat. Demək çıx 4x üstə gəl 2x mənfi 2x çıx 8. Bax kvadrat funksiya bu şəkildədir. İndi bizə parabolun təpə nöqtəsini istəyirsə mn lazımdır. Mənfi b bölü 2a. Bu oldu 1. 4ac çıx b kvadrat bölü 4a da n'in tüsürüdür. Oldu mənfi 32 çıx 4 bölü 4. Mənfi 36-da 4'ə böl mənfi 9. Bu da belə. İndi təpə nöqtə nə oldu? 1 mənfi 9. 1 mənfi 9 C variantı. Demək növbəti baxıram ona. Demək sual necə verilib? 3-cü dərəcədə 9 çıx 1. Uşaqlar x kubu üstə gəl 3x kvadrat üstə gəl 3x minus 3 verib eləmi? O minus 3'ün yerinə belə bir ifadə yazsam olar. Üstə gəl 1 çıx 4. Necə olar? O minus 3'ün yerinə 1 çıx 4 yazıram. İndi bu sənə kublar cəmin kubunu verirmi? Bunun açısını verir. Düzdür mü? Çıx 4. İndi buradan da mən 1'i sola keçirsəm x üstə gəl 1 3 əsdən 9'u verir. X plus 1'in əvəzinə 3-cü dərəcədən 9'un yazsam və onun kubu çıx 4 olsa bundan bu dərəcə gedir qalır 9 çıx 4 cavab 5. Yəni D variantı. Növbəti baxıram 11'ə. Trapesiya ilə bağlı sual. Demək A, B, C, D. Burada M'dir. Baxın bizə də ABC trapesiyasını A'm və D'm tən bölənlər. Burada alfa, burada alfa. AD 19. ABC'de 41. Ümumi perimetri 41 verib. BC tərəfinin uzunluğunu istəyir. Bakın DM de tən böləndir. Burada beta yazsam, burada beta olur. İndi fikir ver. 2 paralel düz xətt, 3-cü xətt kəsirsən. Burada nə baş verir? Daxili çarpaz alfadırsa, burada alfadır. Onda buradan başa düşdük ki, bunlar bir-birinə bərabərdir. Burada bərabər görünmür, amma bərabərmiş bucaqda. Şəkil biraz yuxarını yığacam, çəkmişəm ona görə. Bura betadırsa, eyni qaydaya görə. Burada betadır. Onda baxın, bu da buna bərabərdir. Bizə BC tərəfinin uzunluğunu istəyir. İndi qulaq as. Mən bura x yazsam, burada x olur mu? Bura y yazsam, burada y olur mu? İndi perimetr, ümumi perimetr. Baxın 2x üstə gəl 2y üstə gəl 19 bərabər olmalı nəyə? 41'ə. Özü deyir. Buradan 2x üstə gəl 2y bərabər 41'dən 19 çıxsam 22.
X plus Y 11 alıram. Bizə BC-ni istəyir. Buradan görürsən ki BC elə nə verir sənə? X plus Y verir də. Elə bu tapdığım BC olur. Cavab 11 D variantı. Növbəti baxıram 12-yə. Demək bizə bir ABC üçbucaq verib. AK mediandır. Bu median. Çəkilən tərəfi yarıya böldü. G nöqtəsi isə üçbucağın ağırlıq mərkəzidir. Uşaqlar, ağırlıq mərkəzi nə idi? Medianların kəsmə nöqtəsidir. Bu medianların elə bir kəsmə nöqtəsidir. İndi bura elə bir ki G nöqtəsidir. İndi mənə nə verib orada? AG üstəgəl bölü AK. Uşaqlar, medianlar kəsişəndə 2/1 nisbətində bölündüyünə görə baxın bizə bunu verib. AG bölünsün AK bərabər nə verib orada? 2A'dır. 2A minus 3B deyəsən elədir. Bir də 2A plus 3B'dir deyəsən. Belədir. İndi uşaqlar, AG nədir? Baxın buradan bura. Yəni 2K. AK nədir? Bütöv 3K. Bu da 2K bölü 3K. K'lar gedir. Olsa 3'də 2 deməkdir. Bərabər 2A minus 3B bölü 2A plus 3B. Buradan çarpaz eləsəm 6A çıx 9B 4A üstəgəl 6B. A'lar bir tərəf, B'lər bir tərəf. 6A'dan 4A çıxsam 2A 6B üstündən 9 gəl 15B. Buradan bizə A böl B lazım. Buradan da A böl B'ni 15 böl 2 olduğunu görürəm. Və biz hardasa şərtdə səhv görürük. Elə bir cavab yoxdur. Demək burada şərt necədir? Şərt düzdür. Buranı səhv yazmışam. Bura AG yox, GK'dır. GK'da bizdə nədir? 1K'da. Bura 1 olur. Bu belə. Yazıq şərtə günah atırıq. Buradan da üzrlü sayın. Demək 6A çıx 9B bərabər 2A üstəgəl 3B. Burada olur 4A. Düzdürmü? Bərabər nəyə? 12B'yə. Buradan da A olur 3B. Məndən nə istəyir? Məndən də A böl B'ni istəyir. Ona görə elə bir ki A'ya 3B yazsam cavab 3 olur. Elə A variantı. Növbəti baxıram 13-cü sual. Demək, ifadəsinin də qiymətləri qarşılıqlı tərs ədədlərdir. Ümumiyyətlə yadda saxlayın ki, qarşılıqlı tərs ədədlərin hasili 1 olmalı deyil. Qarşılıqlı əksdirsə cəmi 0 olmalıdır. Tərsdirsə hasili 1 olmalıdır. Və buradan alıram ki M-16 1'ə bərabərdir. Buradan da M'ini alıram. 17 alıram. Bizdən nə istəyir? M'in kvadrat çıx 16'nı istəyir. M'ə 17 yazsam 289 çıx 16. 9'un 6 çıxdım 3, 7, 273 E variantı. Növbəti baxıram 14'ə. Ədədin natural böləni deyil. Aşağıda hansı ədədin natural böləni deyil? Demək, n ədədimiz neymiş? 2'nin kvadratı 3 və 5'in kubudur. Gəlin digərlərinə baxaq. Mesela A da 40'dır. 40 nə deməkdir? 2'nin kubu vur 5 deməkdir. İndi fikir ver. Burada 2'dən neçə dənədir? 2 dənə. Burada 2'dən 2 dənədir. Burada 3 dənədir. Baxın, bu ədəd bunun natural böləni olmaz axı. Məsələn, sən gedib bunu buna bölürsən, məxrəcdə bir dənə 2 qalacaq. Bu da tam bölünməmiş olur. Elə cavab A olur.
Mesela B'ye bax. 50 nə deməkdir? 50 2 vur 5'in kvadrat deməkdir. Həqiqətində baxın ortaqdır. 5'in kubu da 5'e kvadratına tam bölünür. Ona göre bu tam bölünəcək. Sonra mesela 250. 250 nə deməkdir? 250 2 vurulsun 5'in kubu deməkdir. Həqiqətində 2'nin kvadratı 2'ye tam bölünür. 5'in kubu 5'in kubuna tam bölünür. Aydındır. Sonra 150. 150 nə deməkdir? 2 vur 3 vur 5'in kvadratı deməkdir. Fikrin bu buna ne olacak? Tam bölünəcək. Sonra E'de de nədir? 60'dır. Bu da 2'nin kvadratı. Demək vur 3 vur 5 deməkdir. Həqiqətində 2'nin kvadratı vur 3 vur 5'in kubu buna ne olur? Tam bölünür. Bir dənə A'ya tam bölünmüş. O da cevap olur 14'te A. Sonra 15'e baxın bir dənə. 15'te nə deyir? Deyir ABC üçbucağında. ABC üçbucağında. Bura A. B, C üçbucağında. Bura 9, bura 4. Bura nədir? T'dir. D, BT təm böləndir. AB 9, BC 4. AT çıx DC 2'dir. AT'dən TC'ni çıxanda 2'dirsə, elə bu bura X olanda bura X plus 2'dir. Təm bölən deyən kimi nə ağlımıza gəlir? Nisbətlər bərabər olmalıdır. Demək 9'un X üstəgəl 2'yə 4'ün X'ə nisbəti bərabərdir. Çarpaz eləsəm 9X bərabər 4X plus 8'ə. Buradan da nə olur? 5X bərabər 8'ə, X bərabər 1,6'ya. Demək bura 1,6'ın üstünə 2 gəl. 3,6 bu olur. 1,6 bu olur. Onda belə çıxır AC 5,2'dir. Cavab oldu C variantı. Növbəti baxıram 16'ya. 16'da bizdən nə istəyir? Deyir, iki oxşar üçbucağın uyğun tərəfləri 20 böl 15, 20 və 15 deyəsən o. Onların sadəcə 175 olarsa kiçik üçbucağın sahəsini tapın. Oxşar üçbucaqların sahələr nisbəti, tərəflər nisbəti nədir? Kvadratıdır. Ona görə S1 böl S2 bərabərdir. Demək 20, 15. Elə bir S1'i S2'ye böldüm, 20'ni də 15'e böldüm və kvadratı. İxtisar gedər, 3 qalar, 5'e gəlir 4 qalar. Kvadrat 9'da 16 olur. Ona görə S1'e deyirsən 16K, S2'ye deyirsən 9K. Bunların cəmi S1 üstəgəl S2 175'dir. Demək bunların cəmliyi 25K. 25K 175'dir. Onda buradan K nəyə bərabərdir? 7'ye. Bu olur 112. Bu olur 63. Səndən kiçik üçbucağın sahəsini istəyir. Cavab olur 63 B variantı. Növbəti baxıram 17'ye. Son tərəfi 700 dərəcəli bucaqla üst-üstə düşən ən böyük mənfi dönmə bucağını müəyyən edin. Deyir ki, son tərəfi 700 dərəcəli bucaqla üst-üstə düşən ən böyük mənfi dönmə bucağını müəyyən edin. Demək bu nədir? Və tutalım ki, bu şəkildə dönəndə müsbət gedir, düzdürmü? Bir dəfə belə 360. 360 üstündən neçə gəlsəm 700 edir. 200, 240, 340. Demək nə qaldı? 340 qaldı. 700 çıx, 360, 340. Baxın 340 hara düşür? Müsbət yəni 700'ü tapmaq istəyirəm. Buradan başlayır 360 tam fırlanır. Bir də buradan başlayır gəlir. Düşür 340 elə bura. Buradan bura tam fırlanır 340 düşür bura. İndi bizə ən böyük mənfi dönmə bucağını istəyir. Baxın saat əqrəbi istiqamətə gedəndə mənfi olur. Düzdürmü? İndi baxın bura 340'dırsa, buradan bura gəlib 340'dırsa neçə olsa tam o 360 o 20 dərəcə. Demək buradan bura neçə dərəcə gəlməlidir? Mənfi 20 dərəcə gəlməlidir də. Mənfi 20 çatmır, elə ki belə deyək. Cavab C variantı. Növbəti baxıram 18'ə. Tənliyinin kökləri qarşılıqlı əksəriyyətlərdir. Uşaqlar, qarşılıqlı əks nə deməkdir?
cəmi 0 demək, düzdürmü? Ona görə burada x kvadrat çıxılsın 2a minus 5 vurulsun x çıx 4a plus 1 bərabər 0. Yəni topluda var da bu suallardan. Kökləri qarşılıqlı əksdirsə, köklərinin cəmi 0 olmalıdır. İndi buna görə viyet tətbiq eləsəm, köklərinin cəmi 2a minus 5 olmur. Bunun əksini götürəm də. Demək ki, bu mənfi müsbət olur da, əksini götürəndə. Bu 0 olur. Buradan 2a bərabər 5 olur. A 2,5 olur. Sən bu tənlin kiçik kökünü tap deyir. İndi A 2,5'dir. Apar bir yerinə yazıram. Yaxşı cavabda 2,5 yoxdur. Yoxsa uşaqlar ilə qaçıb 2,5 yazacaqdı. Onu həmişə deyirik ki, nə tapdın? Get şərtə bax, nəyi soruşur, sən nə tapdın? Demək A 2,5'dir. Burada gətirib yerinə qoysam, burada 0 olur. Bu getdi. Burada gətirib yerinə yazıram. 4'ü vuram 2,5'i neçə eləyir? 10 eləyir. Mənfi 10. Çıx 1, 9. Bu belə olur. Burada köklərin demək x kvadrat tərəfi 9 olur. X olur plus minus 3. Kiçik kök deyir, mənfi 3. Cavab E variantı. Baxıram 19'a. Tənliyinin kökü x kiçikdir 2 olduqda A'ya x böyükdür 5 olduqda isə nədir orada B'dir, B'yə bərabərdir. A plus B'nin cəmi tabi. Bəli. İndi qulaq as. Sənin tənliyin belədir. Şurada kök əgər, baxın, x 2'dən kiçik şərtinə görə modulu açırıq biz. 2'dən kiçikdirsə, modul daxifadan mənfi olur. Ona görə qarşıya mənfi atıb yazdım. Bu da 2'dən kiçik olduğuna görə modul daxifadan mənfi olur. Qarşıya mənfi atıb yazdım. Burada mənfi 2x bərabər 9 çıx 7 olur. Mənfi 2x bərabər 2 olur. X bərabər mənfi 1 olur. Həqiqətən bax x mənfi 1 2'dən kiçikdir. Bizə deyək ki, x 2'dən kiçik olanda tənlin kökü a'ya bərabərdir. Demək a mənfi 1'miş. Bu belə. Bir də deyək ki, x 5'dən böyük olanda. 5'dən böyüksə modul daxifadan hamısı müsbətdir. Ona görə olduğu kimi yazılır. Burada da 2x bərabər mənfi 7 sağa getdi müsbət 7 9'dan 16 x 8. Bizə demişdi ki x 5'dən böyük olanda kök b'yə bərabər olur. Onda b nə olur? Burada 8 olur. Bizə də a plus b'ni istəyir. Mənfi 1 üstəgəl 8 olur 7. Müsbət 7 D variantı. Növbəti baxıram 20'yə. Demək 20'də nə deyir? N'in neçə natural qiymətində kökdə n plus 2 üstəgəl 3 bölünsün. Kökdə 9 minus n ifadəsinin mənası var. Şöyle bu ifadənin mənası olması üçün sən n'ə elə də verməlisən ki, buranın da mənası olmalıdır kökün. Buranın da. Və biz bilirik ki, kök alt ifadə nə olması lazım? Sıfırdan böyük bərabər olması lazım. N böyük bərabər mənfi 2. Biri bu. 9 çıxılsın n. Böyük bərabər yox, sadəcə böyük 0 olmalı. Çünki məxrəc 0 ola bilməz. Aha, bu da olur mənfi n böyükdür, mənfi 9. N kiçikdir 9. Biri də bu. Biz bunları nə etməliyik? Kəsişdirməliyik. Çünki hər ikisini ödəməlidir. Və bir təyin olası tapırsan da. Bu da olur mənfi 2'dən 9'a. Mənfi 2 daxil, 9 daxil deyil. Neçə tam qiymətini dediyinə görə biri daxil deyil. Böyündən kiçiyini çıxdım. O da üstəgəl 2 olur, 11 dənə. Oldu A variantı. Növbəti baxıram 21'ə. Çoxluğuna bağlı sual. Demək bir dənə Venn diaqramı çəkim. Demək burada nə olur? AB. Şu an kəsişmə 9. N 21 ise bura 12. MB 19 yəqin ki o. 19 deyəsən. 19 ise bura nədir? 10'dur. Yəni A fərq B üstəgəl B fərq A'nı istəyir. A fərq B 12'dir. B fərq A 10'dur. Bu da olur 22. Cavab oldu D variantı. Demək növbəti baxıram 22'yə. Deyir, çoxhəddisin standart şəkildə yazılışında sərbəst həddi 18,
Əmsala cəmi 6-ya bərabər olsa AB hasilini tapın. Bu həmişə nə deyirik biz? Çoxəldin əmsallar, daha doğrusu sərbəst həddi tapmaq üçün x apar 0 yaz. Əmsallar cəmini tapmaq üçün x apar 1 yaz. İndi sərbəst həddi tapıram. X-a 0 yazıram. Demək 0 yazsam 0 çıx 0 üstəgəl 3b vurulsun 0 üstəgəl 2. Bu bizə verir 3b vurulsun 2 6b'ni. Mənə verir sərbəst hədd 18. Onda buradan b'ni tapdım ki 3'dür. Bu belə. İndi gedirəm əmsallar cəmi. Əmsallar cəmi tapanda x-a 1 yaz. Dəyişənə 1 yazarmışam. 1 çıx 4a. Üstəgəl 3b. b 3'dür. 3'ə vurdum 9. Vurulsun. Demək x-a 1 yazdım. Üzərinə 2 gəldim. Bu belə. Bu oldu. 10 çıxılsın 4'a. Vurulsun 3. Bu əmsallar cəmidir. Bu da bərabər nə? 6'ya. Buradan da 10 çıxılsın 4'a. Bərabərdir 2'yə. Buradan da 4'a bərabər 8'ə. A da bərabər 2'yə. Sənə də AB hasilini istəyir. Demək A vur B bərabər 2 vur 3 6. C variantı. Növbəti baxıram 23'ə. Demək 23'də nə istəyir? Trigonometriya. Tangens alfa üstəgəl kotangens alfa bərabərdir. Nədir o? 7'dir nədir? Hə 7 bölü 2 olduqda tangens kvadrat üstəgəl kotangens kvadrat istəyir. Uşaqlar, bax tangens kvadrat alfa üstəgəl kotangens kvadrat alfanın yerinə müxtəsərə görə, müxtəsərin köməkçi düsturuna görə belə bir şey yaza bilərəm. Kvadrat var, kvadrat var. Buradan 2 misli çıxır müsbət, burada yoxdur. Ona görə yazıram 2 çıxılsın tangens alfa, tangens alfa. Tangens üstəgəl kotangens bizə nə verir? 7 bölü 2 verir. Kvadratı 49 bölü 4. Çıxılsın. Şu an eyniliyə görə tangens vur kotangens bizə 1 verir. Ona görə çıx 2 olur. 4'də 49 çıxılsın 4'də nə olur? 8 mi olur? Bu da 4'də 41. Demək 41 də 4'ə böləndə 10 tam 4'də 1, 10 tam 100'də 25. Bizdə cavab tələb olunan suallarda yəni onluq kəsir formada yazmışam. Sonlu onluq kəsir. Növbəti baxıram 24'ə. Neçədir? 23'dür ha. 24. 24 belə bir çevirədir. Demək digəri də buradan gəldi belə. Bu toxunur. Demək A, B və AC toxunanlar. Buradan bir M də gedir belə. Bura E'dir. Bura M. Toxuma nöqtəsi. Burada D. İndi qulaq as. Burada söhbət necədir? Burada söhbət necədir? Bizə deyir ki AD 12'dir. Bura 12. AE 15'dir. YM bura 3'dür. Bizə MD'ni istəyir. Şöyle burada nə edirik? Bax, buna belə baxırsan. Təzə buna toxunanlar kimi baxsam, çevrə xaricində olan nöqtədən çevrə 2 toxunan çəkiləndə toxunanlar bərabərdir axı. Onda burada 3'dür. Düzdürmü? İndi bax buradan bura neçədir? 18. Onda bax buradan burada 18 olmalı deyil. Onda bura 6'dır. Yenə həmin qaydaya görə, toxunan qaydasına görə bura 6'dırsa, baxın burada 6'dır. Səndə nə istəyir? MD'ni cavab 6 olur. Vəssalam. Növbəti baxıram 25'ə. Baxın 25'də deyir A və B bir-birindən fərqli sadə ədədlərdir. Aha. EBOB verib 216. Demək baxın belə bir şey yazaq. Belə bir A üstü 4 B'nin kubu.
A kubu B üstü 4 beraber 216. 216 ne deməkdir? 216 ne deməkdir? 36 var, onu 6 mı olur? 6'nın kubu, ha. 6'nın kubu. Demək 6 ne deməkdir? 2 var, 3 deməkdir. Kubu olduğuna göre 2'nin kubu, 3'ün kubu deməkdir. Bak 216 bu deməkdir. Şimdi əbab ne deməkdir ümumiyyətlə? Əbab o deməkdir ki, biz her iki ədəddən ortakları götürüb yazmalıyıq. Ortaklar. İndi onda belə çıxır ki, baxın, A'dan elə bir ki, A üstü 4, A kubu. Burada ortak, hərflərə görə baxıram birinci. Ortak ne var? A kubu var. Burada ortak ne var? B kubu var. Ve bu da bərabər olmalı nə? 2'nin kubu, 3'ün kubuna. Qüvvətlər eyni olduğuna görə A'ya 2 deyirəm, B'yə 3 deyirəm. Aydındır. Bizdən nə istəyir? Bizdən əkob istəyir. Əkob A'nın kubu vur B, A vur B kvadrat. İndi əkob onda nə edirik? Hər ikisində qüvvəti böyük olanları seçirik. A kubu ilə A'ya ortak ən böyük götürəm A kubu. B ilə B'yə ortak ən böyük götürəm B kvadrat. Demək A kubu 2'nin kubu 8, B'də 3'lü kvadrat 9. Olacaq 72. Cevap 72'dir. Növbəti baxıram 26'ya. Tərəqqə sistemində x, y hasilini tapın. Demək, baxın, biz burada nə yaza bilərik? Mərtəbə vahiddən ayrılışını yazsaq, 10x üstəgəl y çıxılsın 10y. Normalda üstəgəl x olur, mənfi də çıx x-dir. Oldu 45. Məxrəcdə x kvadrat üstəgəl y kvadrat 41'dir. Buna el vurmuram. Burada neyini yerəm? 10x'dən x çıxdım, qaldı 9x. Y-dən 10 çıxdım, mənfi 9y bərabər 45. Buradan da x minus y 5 olur. Bu belə. Məndən x, y qalsın istəyir. Baxın, burada mən bunu nəzərə ala bilərəmmi? Alaram. X çıx y-in kvadratı üstəgəl 2x y bərabər olmalı nəyə? 41'ə. X minus y nəyə bərabər? 5'ə. Kvadrat 25 üstəgəl 2x y bərabər 41. Buradan da 2x y 16. X y də 8. Bu qədər. Cavab 8 olur. Növbəti baxıram. Demək 27. 27'də uyğunluq müəyyən edin. Demək 1'də verib mənfi 2,6. Bizə kəsilsə tam hissə lazım. Bu işarə tam hissənin işarəsidir. Bunun mənfi 2,6'nın tam hissəsi mənfi 3. Kəsil hissəyə gedirəm. Verilən ədəddən tam hissəni çıxanda bizə kəsil hissə verir. Bu da mənfi 2,6 üstəgəl 3 olur. Bu da 0,4 olur. Demək tam hissə mənfi 3. Demək 1'ə c'dir. C getdi. Tam hissə mənfi 3. Kəsil hissə 0,4. Eyni zamanda a'dır. Elə 1'ə ac. Düz oldu mu? Oldu. İndi baxıram ikinciyə. Demək mənfi 4,4 verib. Demək bunun tam hissəsi olacaq mənfi 5. Kəsr hissəsi verilən ədəddən çıxıram tam hissəni. Bu da mənfi 4,4 üstəgəl 5. Bu da 0,6. Demək tam hissə mənfi 5. Harada var? B'də. 2'yə B'dir. Kəsr hissə 0,6 harada var? E'də. Eyni zamanda E'dir. 3'ə də yəqin D'dən. O da mənfi kökdə 10'dur. Təqribi qiymət alıram. Kök 10'dan çıxırıb mənfi 3,3 olsun. İndi bunun tam hissəsi mənfi 3,3'ün tam hissəsi olacağından mənfi 4. Daha doğrusu mənfi kök 10 yazaq. Bizə verilən ədəd odur. Bu da tam hissə mənfi 4 D variantı. Bu da 27'nin cevabı. Baxıram 28'ə. Həlli tələb olunan sual.
Deyir 10A sinifində qızların sayı oğlanların sayından 3 dəfə çoxdur. Bax, qızlar, oğlanlar. Oğlanlar x olsun, qızlar 3x olsun. Sinifdən təsəvvüfi qaydada seçilmiş 2 şagirddən birinin oğlan, digərinin qız olma ehtimalı 18-də 7-yə bərabər. İndi qulaq as. Cəmi neçə şagirdin var sənin? Cəmi 4x sayda şagird var. 2 nəfər seçirsən, düzdürmü? Sinifdən təsəvvüfi qaydada seçilmiş 2 şagirddən birinin oğlan, digərinin qız olma ehtimalı. İndi qulaq as. 2 nəfər seçirsənsə 4x var, ümumi sinifdən 2 nəfər mən bu qədər üsulla seçə bilərəm. Mənə konkret deyir ki, 2 şagirddən biri oğlan olsun. Oğlanın olma ehtimalı budur. Olan mümkün hallarda elə ki, əlverişli hallansa. Qızın da budur. Bu bərabər nə? 18-də 7-yə. Özü deyir ki, birinin oğlan, digəri isə qız olma ehtimalı. 2 nəfər seçmişsən. Biri oğlansa, digəri qızda. Demək, oğlan x saydadirsa, x sayda oğlandan 1 nəfər bu qədər üsulla seçə bilərəm. Əlverişli alınan sayıdır. 3x sayda qızdan da 1 nəfər qızı bu qədər üsulla seçə bilərəm. Və ümumilikdə bir qız, bir oğlanın çıxma ehtimalı budur. İndi uşaqlar, kombinasyonda sağ tərəf 1 olanda cavab nəyə bərabər olur? Elə bunun özünə. Məsələn, belə düşün də, 5-dən 1-ə. 5 faktorial böl, 4 faktorial vur, 1 faktorial. Cavab nə olur? 5 olmur. Soldakı. Burada da o qaydaya getdi. Daha bir də vaxt itirmə. Bax, x-dan 1-ə cavab nədir? X deməkdir. 3x-dan 1-ə cavab nə deməkdir? 3x deməkdir. Məxrəcdə olacaq 4x minus 2 faktorial. Daha doğrusu 4x faktorial. Bax, 4x faktorial. Bölünsün 4x minus 2 faktorial. Vur 2 faktorial. Bərabər 18-də 7-yə. İndi qulaq as. Bunlar ixtisar gedir. Burada nə qalır? Məxrəcdə qalır. Bunu biraz solda yazım. Bunlar ixtisar gedir. Elə bir buradan 1 çıxa getdi. 1 özü 1 çıxandan sonra 4x minus 1 verir. Ondan sonra 4x minus 2 ilə faktorial getdi. Bu 2 faktorial qalxdı yuxarı, demək 3x kvadrat. Bu sürətə gedir. Qalır orada vur 2. Bölünsün 4x minus 1. Vur 4x. Bərabər 18-də 7-yə. İndi buradan da demək bu x-la bu x gedər. Bir dənə x qalar. Bundan da bu gedər. Burada 1, burada 2 qalar. Qaldı belə bir şey. 3x bölünsün. Demək 4x minus 1 vurulsun 2. Bərabər 18-də 7-yə. Düz gedirikmi? Bəli. Bundan bu geçim. Burada 9 qalsın. Çarpaz edirəm. 28x çıx 7 bərabərdir 27x-a. Sağ sol eləsəm x-də bərabər 7 alaram. Mənə sinifdəki oğlanların sayını istəyir. Oğlanlara nə demişdik biz? X demişdik. Cavab 7 olur. Qızlarda isə 21 olardı. Cavab 7-dir. İzah da bu şəkildə. Növbəti baxıram 29-a. 29 nədir? İlk 3 həddi. Demək A1 2x plus 1 A2 4x minus 3 A3 isə x üstəgəl 13-dür. Mənə ayın ədədi silsiləsinin ilk 10 həddinin cəmini istəyir. Demək buradan nə edirəm? Biz bilirik ki ortada duran hədd qonşu hədlərin cəminin yarısıdır. Düzdürmü? Ona görə demək bunları bir dənə topla nə qədər edir? 2x daha doğrusu 3x üstəgəl 14 bölünsün 2 bərabər 4x minus 3'ə. Buradan çarpaz eləsəm 3x üstəgəl 14 bərabər 8x minus 6'ya. Sağ sol eləsək 5x bərabər 20'yə, x bərabər 4'ə. X'i 4 tapdım. Bu oldu 9. Bu oldu 13. Bu oldu 17. Baxın, həqiqətində nə oldu? 4 artır.
Demək buradan da gördüm ki, D nəyə bərabərdir? 4-ə. İndi mənə ilk 10 ədədin cəmini istəmir. S10 bərabərdir 2A1 üstəgəl 9D bölü 2 vur 10 üstündən gedərəm. A1 nəyə bərabərdir? 9-a. Vurdum 2-yə 18. Üstəgəl D nəyə bərabərdir? 4-ə. Vurdum 9-a 36. Vuruz buna qısa geçən. Vur 5. Demək 18, 36 eləyir 54. Düzdürmü? Düzdür. Vur 5. Bu da olur. Demək 0, 2 yadda 270. Cevap 270 olur. Demək növbəti baxıram. Sonuncu sualımız ispat sualı 30. Görə isbatda nə istəyir bizdən? İspat edin ki, hipotenuzu C'ye bərabər olan ABC düzbucaqlı üçbucağın medianlarının uzunluqlarının kvadratları cəmi 2-də 3 C kvadratına bərabərdir. Belə düşündə MA üstəgəl MB üstəgəl MC bərabər nəyə? 2-də 3 C kvadratına. C burada hipotenuzdan. Demək, ispat edin ki, hipotenuzu C'ye bərabər olan ABC düzbucaqlı üçbucağın medianlarının uzunluqlarının kvadratları cəmi. Yəni bax bu. İndi qulaq as. Bax, bu bizdə düzbucaqlı üçbucaq. Bura C. Bura A, bura B. Düzdürmü? Bu bir median. Mesela MA'dır. Bu MB'dir. Bu da MC'dir. Biz bilirik ki düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısıdır. Bu bir. Bu öz yerində. Bax, median çəkilən tərəfi yarıya bölürmü? Bura bütöv A'dırsa, bura N'dir də. Bura A bölü 2. Burada A bölü 2 olurmu? Burada daha sonra bura B veriblər şərti nəsə B yazım mən də. Bura B bölü 2. Burada B bölü 2'dir. Bura bütöv A'dır. Bura A bölü 2. Burada A bölü 2'dir. Bu da M'dir də. Demək bura A. Demək C, B. İndi qulaq as. Bax burada nə edirəm? Mənə nə lazım? Mənə MA medianı lazım. MB, MC. Gedirəm bir-bir tapıram. Məsələn, bax A'ya çəkilən mediana biz nə deyirik? MA demirik. Bax A'ya çəkilən mediana MA deyirəm. Bax diqqətlə qulaq as. Bax burada bir düzbucaqlı üçbucaq görsəm mən. Bax yazıram MA'nın kvadratı bərabərdir. Pifagor qururam bax. Bütöv B, B kvadrat üstəgəl katet nədir? A kvadrat bölü 2. Bölü 4 daha doğrusu. Bu belə. Bunu saxla. İndi gedirəm MB'yə. Bax MB'yə. Onu silirəm. İndi gedirəm MB hansıdır? MB burada B'yə çəkilən MB'dir. Bax burada Pifagor tətbiq edirəm. Bu da olacaq bax MB'nin kvadratı bərabərdir. Buradan bura B bölü 2'nin kvadratı üstəgəl A kvadrat. Demək A kvadrat üstəgəl B kvadrat bölü 4'ə. Sonra MC kvadrat nəyə bərabərdir? Bu da C kvadrat. C kvadrat nə idi? C bölü 2'yə. Bu da olacaq nə? C bölü 2. Düzdürmü? Düzdür. İndi bax bunların cəmi mənə nə verməlidir deyir? 2'də 3 C kvadrat. Gəl toplayaq. Sol tərəfləri topla. Bax MA kvadrat. Üstəgəl MB kvadrat. Üstəgəl MC kvadrat bərabərdir. Bunları da toplayıram. Bax olur A kvadrat. Üstəgəl B kvadrat. Üstəgəl. Bax məxrəclər eynidir. Sürətlər toplanır. A kvadrat üstəgəl B kvadrat bölü 4. O da üstəgəl nə? C bölü 2. Hətta bir dəqiqə. MC C bölü 2'ye bərabərdir. Burada kvadrat olduğuna görə o da C kvadrat bölü 4 olacaq bu arada. Ona görə belə olur. Elə bir məxrəclər eyni. Hamısı 4 daxil. Üstəgəl A kvadrat üstəgəl B kvadrat üstəgəl C kvadrat bölü 4. Bax belə. İndi biz təbii ki məşhur Pifagor düsturumuzu bilirik. Pifagora görə A kvadrat üstəgəl B kvadrat bərabər C kvadratdır. Harda A kvadrat üstəgəl B kvadrat gördüm, yerinə C kvadrat yazıram. Bax A kvadrat üstəgəl B kvadrat yerinə C kvadrat yazdım üstəgəl.
Baba burada da a kvadrat sonra b kvadrat yani c kvadrat yazıram. Üstüne c kvadrat gelsem olacak 2c kvadrat böl 4. Buradan da alıram ki c kvadrat üste gel. C kvadrat böl 2. Bu da 2'də 3 c kvadrat deməkdirmi? Bəli. İspat elədik mi? Elədik. Bu da belə. Bu da oldu bizim sonuncu sualımız. Sağ olun. Hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək. Zəhmət olmasa canlı deyirəm. Həmişə canlaşdığıma görə. Zəhmət olmasa videonu bəyənin, kanala abunə olun. Uğurlar.